Düzbucaqlı, kvadrat, romb və onların xassələri bölməsi. Birinci sual. Kvadratın tərəfi ilə diaqonallar arasındakı bucağı tapın. Kvadratın, tutaq ki, bu şəkili düşünün. Bu kvadratdır, bu da diaqonalıdır. Bu bizdə buranı soruşur. Bilirik ki, kvadrat tərəfləri bərabər olan düzbucaqlıdır. Və bu 90 dərəcədirsə, burada da bərabərdirsə, onda bura olur 45-45. Diaqonallar kvadratda. Bucaqların tənbölənədir. Kvadratın diaqonalları arasındakı bucağı tapın deyəndə, biz digər diaqonalını da çəksək, bu şəkil üzərində göstərirəm. Bunlar bir-birinə perpendikulardır. Diaqonalları bir-birinə perpendikulardır kvadratın. Ondan sonra üçüncü sual. ABCD kvadratdır. AM bərabərdir 2BM-ə. Bura mən məsələn x yazsam, AM olur 2x. Bizdən MAC bucağını soruşur, buranı soruşur. Bu 90 dərəcədir. Və bilirəm ki, burada bir dənə düzbucaqlı üçbucaq əmələ gəlir. Baxın. ABM düzbucaqlı üçbucağı. Bu bucağın qarşısında duran katet betonumuzun yarısına bərabərdir. O zaman bura 30-dur. Və bu ikisi 45 olduğuna görə, onda bura olur 15 dərəcə. Cavab 15 dərəcə. Sonra digər sual. ABCD rombunda bucaq A alfa olarsa, BCD bucaqlarını tapın. Rombda, romb nədir? Tərəfləri bərabər olan paralleloqramdır. Bura alfadırsa, bura olur 180 çıxılsın alfa. Burada olur alfa, qarşılıqlı bucaqlar bərabərdir. Qonşu bucaqlar cəmi 180-dir. Burada 180 minus alfa eləyir. 180 minus alfa, alfa, 180 minus alfa. Digər bucaqlar. 5-ci sual. Perimetri 20 cm, iti bucağı 60 dərəcə olan rombun kiçik diaqonal uzunluğunu tapın. Çəkirəm burada bir dənə romb, bu şəkildə qısa bir romb olsun. Perimetri 20-dirsə, bilirik ki, rombun tərəfləri bir-birinə bərabərdir. Onda bura 20-dirsə, A olur 5, tərəfi 5 olmuş olur. Bu da 5-dir, bu da 5-dir, bu da 5-dir. Bura 60 dərəcədir iti bucağı. Kiçik diaqonalını soruşursa, baxırıq ki, burada bir dənə bərabər yanlı üç bucaq var. Niyə? Çünki bunlar bərabərdir. Və bu üç bucağın təpə bucağı 60-dırsa, oturacağı kiçik bucaqları da 60 olur və avtomatik bərabər tərəfli üç bucaq əmələ gəlir. Onda kiçik diaqonal bərabər olur 5-ə. 6-cı suala baxırıq. Rombun 60 dərəcəli bucağın qarşısındakı diaqonalı 17-dirsə, perimetrini tapın. Biraz əvvəlki sualın tərsdən soruşulmuş formasıdır. Kiçik diaqonalı 17-dir, bura 60 dərəcədir. Yəni, 60-ın qarşısında duran diaqonal kiçik diaqonaldır. O zaman bunlar bir-birinə bərabərdirsə, bu üçü də bir-birinə bərabərdir. Bərabər tərəfi 3 bucaq əmələ gəlir. Çünki bucaqlar 60, 60, 60 olur. Tərəfi 17 olan rombun perimetri 4 vurulsun 17, 68 cm olacaq. Ondan sonra keçdik 7-ci suala. Rombun perimetri 20-dir, hündürlüyü 2,5-sə iti bucağını tapın. Çəkirəm bir dənə romb yenə burada. Hündürlüyü 2,5-dir. Perimetri 20-dirsə tərəfi olur 5, 4-ə bölürük. İndi baxıram ki, burada düzbucaqlı üç bucaq əmələ gəlibdir. Bunun qarşısında duran katet, bucağın qarşısında duran katet betonumuzun yarısına bərabər. Demək ki, bura 30 dərəcədir. İti bucağını soruşur, 30 dərəcə. Rombun perimetri 28, hündürlüyü 3,5-dirsə, eyni qayda ilə yazacağıq da. Burada artıq 4-ə böldük 7, 7-ni bir də 3,5-dirsə, yarısı 30 dərəcəyə gəlib çıxır. Sonra 9-cu sual. Rombun perimetri 40, iti bucağı 30 dərəcədir, hündürlüyünü soruşur. Yenə tərsindən soruşur artıq bundan əvvəlki sualları. Bizə perimetri 40-sa tərəfi 10-dur. İti bucağı 30-dursa, 30-un qarşısında duran katet rolunu oynayır hündürlük. Bu da eləyir 5, yarısı. Sonra keçdik 10-cu suala. 2 kvadratın perimetrləri nisbəti 1-in 2-yədir. Kiçik kvadratın tərəfi 5-dirsə, böyük kvadratın tərəfini tap. Perimetrlərin nisbəti 1-nə 4A, 1-nə 4B desək, buradan da görünür ki, 4-lər ixtisar gedir, elə tərəflərin nisbətidir. Və bu tərəflərin nisbəti 1-in 2-yə nisbətidirsə, indi məlum məsələdir ki, bu daha kiçikdir, bu daha böyükdür. Kiçik kvadratın tərəfi 5-dirsə, 5 bölünsün B, digər kvadratın tərəfi eləyəcək çarpaz vursaq, B bərabərdir 10 olmuş olur. 2 kvadratın perimetrlərin nisbəti eyni qayda ilə yazacaqsınız. 12. Perimetri 34 tərəflərindən biri 5 olan düzbucaqlının diaqonalını tapın. Düzbucaqlının perimetri 2 vurulsun A plus B-yə bərabərdir və bu bərabərdir 34-ə. Yəni,
A plus B bərabərdir 17-yə. Biri 5-dirsə, 5 plus B bərabərdir 17-yə. B bərabər olur 12-yə. İndi düzbucaqlının bizdən diaqonalını istəyirsə, diaqonalını çəkdik. Bura 5, bura 12-dirsə, görürsünüz düzbucaqlı üstbucaq əmələ gəlir. Pifaqor teoremindən diaqonalı tapırıq. D kvadratı bərabərdir 5-in kvadratı plus 12-nin kvadratı. Bu da 13-ün kvadratı eləyəcək, yəni diaqonal eləyəcək 13. Ondan sonra 13-cü sual da eyni tip sualdır, görürsünüz. Perimetr 28-dir, tərəflərdən biri 8-dir. Eyni tip sualda yazacaqsınız. Keçdik 14-cü suala. Bu səfər nə verib bizə? AM bərabərdir 5, bu tərəfin uzunluğu 5-dir. Bucaq 1 ilə bucaq 2-nin nisbəti 4-ün 1-ədir. Aha, 4-ün 1-ədirsə, bura mən 4 alfa, bura alfa yaza bilərəm. İndi, burada alınan bir üçbucaq var. AMS üçbucağı, görürsünüz. Bu 4 alfa bunun xarici bucağıdır. Xarici bucaq özünə qonşu olmayan 2 daxili bucağa bərabərdir. 4 alfa, bura alfadırsa, bura avtomatik 3 alfa eləyir. 3 alfadırsa və mən 3 alfanın qiymətini bilirəm də 45 dərəcəyə bərabərdir. Çünki diaqonal kvadratda bucağın tən bölənidir. Alfa eləyir 15. Alfa 15-dirsə, bura olur 60 dərəcə, bura olur 30 dərəcə. İndi, əgər AM-in uzunluğu 5 isə, BM-in uzunluğu olacaq onun yarısı. Çünki 30 dərəcə bucaq qarşısında duran katit betonumuzun yarısıdır. Olacaq 2,5. İndi santimetr isə santimetr, artıq vahid nədirsə. 15-ci sual. Kvadratın diaqonalı 7-dir. Kvadratın tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirən parçaların yaratdığı dördbucaqlının perimetri istənilən dördbucaqlıda tərəflərin ortasını birləşdirəndə hər zaman fərqi yoxdur bu dördbucaqlı nə olur olsun. İki qayda var. Birincisi, burada parallelogram alınır. İkincisi, bu paralelogramın perimetri bu böyük dördbucaqlının diaqonalları cəmidir. Kvadratın da iki diaqonalı ikisi də bir-birinə bərabər olduğuna görə həmin buranın perimetri 7 plus 7 14 eləyəcək. Diaqonalları cəmi. 16. Kvadratın tərəfi 5-dir. Onun tərəflərinin orta nöqtələrin ardıcıl birləşməsindən alınan dördbucaqlının perimetri. Bu səfər tərəfi verib biz diaqonalı məcbur tapmalıyıq. Kvadratın diaqonalı tərəfinin kök 2 mislinə bərabərdir. Yəni 5 kök altda 2. Yenə tərəflərin ortasını birləşdirəndə alınan dördbucaqlının perimetri soruşduğuna görə diaqonalları cəmi 5 kök 2 plus 5 kök 2 yazmalıyıq. O da olacaq 10 kök altda 2. Yəni C bəndi. Keçdik digər suala. Perimetri 18 olan paralelogramın xarici oblastında olmaqla onun hər tərəfi üzərində bir romb qurulmuşdur. Buna aid sual paralelogramda da var idi. Orada da yazmışdıq. İndi burada da var. Bir dənə paralelogram çəkim indi mənim. Sonra üzərində rombları da qurum. Ki, daha rahat görəsiniz. Biraz kiçik çəkim ki, indi romblar çəkəndə yerləşsin bura. İndi rombları da bu formada çəkəcəm. Hazır romb. Sonra bunun olursa biz özümüz fırlada bilirik. Yəni, yer dəyişmə eləyə bilirik o mənada. Bunu belə çevirdim. Gətirirəm bunun üstünə. Biraz daha böyük olmalıdır. Olsun. Təxminən belə bir fiqur olacaq. Belə bir romb. Olsun bu. Bunu indi mən eynisini kopyalayayım ki, gətirin burada. Çünki burada lazımdır yenisi. O 2. Üçüncü bir dənə romb yenə çəkirəm. O deyil. Romb. Bunu da gətirək. Burada yerləşdirək. Təxminən deyək ki, bu. Biraz daha kiçiltsək. Bu. Bunu da eynisini gətirib digər tərəfinə qoysaq, olacaq belə bir şey. İndi paralelogramın tərəflərinin xarici oblastında tərəfləri üzərində romb qurduq. Perimetri, bura A, bura B desək, bilirik ki, paralelogramın perimetri 2 vurulsun A plus B-yə bərabərdir. Və bu bərabərdir 18-ə. O zaman A plus B bərabərdir 2-yə böldük 9-a. İndi romb olduğuna görə tərəfləri bərabərdir deyə bura olacaq perimetri 4A. Bura B olduğuna görə bunun perimetri olacaq 4B. Burada olacaq perimetri 4B. Çünki tərəfləri hamısı B-dir. Hamısı B-dir. Burada hamısı A idi. Burada A olduğuna görə paralelogram qarşı tərəfləri bərabər daxil. Bu da 4A eləyir. İndi 4A, 4A elədi 8A.
4B, 4B elədi 8B. Bərabərdir. 8-i çıxartdıq. A plus B. A plus B-nin yerinə 9 yazsaq, 8 vurursun 9 edəcək 72. Sonra keçdik digər suala. 18. Rombda M-in perpendikulyardır AD-yə, YF perpendikulyardır CD-yə. Aha, hündürlüklərdir artıq, bu o deməkdir. Rombun hündürlükləri bir-birinə bərabərdir. MP 4-dür, YP 2-dir, PF 9-dur, P-ni soruşur. Romb olanda bunlar hündürlükdür. Yəni, bu tərəfə perpendikulyarsa, bura da perpendikulyardır. Bu perpendikulyarsa, bura da perpendikulyardır. O zaman 2 plus 9 hündürlüyün uzunluğudur 11. 4 plus burada bir x desək, həm də 4 plus x-ə bərabərdir. Yəni, x eləyəcək 7. Rombun hündürlükləri bərabərdir. Paralelogramda fərqlidir hündürlüklər. Rombda eynidir. 19-cu suala gəldik. ABCD rombunda B körbuzaq təpəsindən keçən düz xətt. İndi burada bir yer açım. Rahat-rahat yazaq. Bura demək ki, bir dənə paralellogram çəkirəm. Tutaq ki, bu. Bizə deyir ki, buradan bir dənə A, B, C, D. Buradan bir dənə düz xətt çəkir. Bizə diagonal lazım deyə bəri başdan diagonalda çəkim ki, rahat görək onu. İndi deyəcəm, niyə belə elədim. İndi bu oldu BM xətti. Bu diagonal tutaq ki, yoxdur. Deyir ki, bu bucaqla, bu bucaq 1-in 3-ə nisbətindədir. Yəni, bura K-dırsa, bura 3K-dır. O zaman bu bucaq olur B bucağı, bucaq B bərabərdir 4K-ya. 4K-dırsa, bilirik ki, rombun diagonalı onun bucağının tənbölənidir. 4K-nın yarısı 2K. Bu hissə olacaq 2K, bu ümumilikdə olacaq 2K. K buradadırsa, yerdə qalır K. Burada gördünüz, tənbölən alındı. ABD üçbucağında BM oldu tənbölən. İndi verilənləri bir daha davam edək oxumağa. 2AB bərabərdir 5AM. 2AB bərabərdir 5AM. Mən burada AB-yə 5K, AM-ə 2K yaza bilərik. Yazıram bura 2K, burada yazdım 5K. Sonra deyir ki, bax burada belə bir şey var. Deyir ki, perimetr ABD 35-dir. Perimetr ABD 35-dirsə, birincisi, romb olduğuna görə tərəfləri bərabərdir. Buraya yazıram 3K. Çünki bu 5K-dırsa, burada 3K-dır. Bura mən D yazsam, indi tənbölənin xassəsindən istifadə edək. Üçbucaqdakı tənbölənin xassəsi. Qarşı tərəfi yan tərəflərlə mütənasib hissələrə bölür. 5K bölünsün 2K bərabərdir. D bölünsün 3K. D-ni də 3K-dan asılı və hala salaq, ondan sonra hesablayaq. İndi buradan alırıq ki, 2D bərabərdir 15K-ya. D bərabərdir 7,5K-ya. İndi bunu da yazdıqdan sonra, burada yerinə yazıram, 7,5K. Bizə deyir ki, perimetr 35-dir. 7K burada, 3 da burada, 13K, 7,5 da burada. Demək, yazıram bir daha yazım. 7K plus 3K plus 7,5K bərabərdir 35-ə. 17,5K bərabərdir 35-dirsə, K bərabər olur 2-yə. Bizdən diagonalı istəyir B-dir. Bunu istəyir. D bərabərdir 7,5K olduğuna görə 7,5-də 2-yə vurduq, 15-ə. Davam edirik. 20. Düz bucaqlının diagonalları arasındakı bucaqlardan biri 120-dir. Düz bucaqlının diagonalları arasındakı bucaqlardan biri 120-dirsə, bax bunu belə çəkirəm. Burada 100% 2 dənə bərabər tərəfi üçbucaq alınır. Çünki bu 120-dirsə, bura olur 60. Bunlar bir-birinə bərabər olduğuna görə bu da bərabər olur. Çünki təpə bucağı 60 olan bərabər yanlı üçbucağın digər bucaqları da 60 olur. Görürsünüz, bərabər tərəfi üçbucaq alındı. Eynisi burada var. Nə deyir? Diagonalı 36-dırsa, bura olur 18, burada olur 18. Kəskin nöqtəsində yarıya bölünür. Kiçik tərəfin uzunluğu 18 olmuş olur. 21-ci sual da eyni sualdır. Görürsünüz, düzbucaqlının diagonalı arasındakı bucaqlardan biri 120-dir. Diagonalı 24-cə yarıya bölünür 12-12. Bu səfər kiçik tərəf olacaq 12. 22-ci sual. Rombun kör bucaq təpəsindən çəkilən hündürlüyü onun tərəfi ilə 30 dərəcə bucaq əmələ gətirir. Buradan çəkim görüm alınırsa, buradan eləyək. Olmazsa geniş yer açarıq. Kör bucaq təpəsindən çəkilmiş hündürlük tərəflə 30 dərəcəlik bucaq əmələ gətirdi.
Rombun kiçik diagonalının 5 olduğunu bilərək, bura 5'dir. Onun perimetrini tapın. İndi mən bura x yazsam, bura olur 2x. Onda bura da x olmuş olur. Niyə 2x olur? Çünki romb olduğuna görə tərəfləri bərabərdir. Bəs bura niyə x 2x oldu? 30'un qarşısındakı nədirsə 90'ın qarşısındakı onun 2 mislidir. O zaman görürsünüz, bu həm hündürlük, həm də median olduğuna görə, həm də tən böləndir və təpə bucağı 30 dərəcə olan bərabər yanlı üç bucaq əmələ gəldi. Bərabər yanlı üç bucaqsa, bura 5'dirsə, bura da 5'dir. Onda bütün tərəfi 5'dir. Perimetri 4 vurulsun 5 bərabərdir 20 olacaq. Sonra 23-cü sual. Kör bucağı iti bucağından 5 dəfə böyük hündürlüyü 6 olan rombun perimetrini tapın. Çəkim bir dənə yenə romb. Kör bucağı iti bucağından 5 dəfə böyük. Bura 6'dırsa, buranı götürün. Bura 5 alfa. Alfadırsa bura 5 alfadır. Onda 6 alfa bərabərdir 180'ə, alfa bərabərdir 30'a. Bura olur 30 dərəcə. Hündürlüyü də 6'dır. Hündürlüyü çəkdik, oldu 6. 30'un qarşısında duran tərəf 6'dırsa, 90'ın qarşısında duran tərəf 12'dir. Perimetri 4 vurulsun 12, 48 olmuş olur. 24-cü sual. 24-cü sualı götürün, biraz geniş bir yerdə yazım. Burada nə olur? Baxaraq. Elə böyüdüm, bu şəkildə də qeyd edək. İndi deyir ki, bucaq B 120 dərəcədir. AM bərabərdir KC, x desəm, bu da x-dir. Və 2'də 1 BM bərabərdir. Onda bura 2x-dir. Burada 2x-dir. Bizdən haranı soruşur? MK'nın özü də verib də 2 kök altda 13'dür. Perimetri soruşur. Yəni tərəf lazımdır bizə. Bu x-i tapsaq 3'ə vurarıq da. Sonra da 4'ə vurarıq. İndi bunun üçün nə edə bilərik? Bura 120'sə, bu da 120'dir. İndi belə bir şey eləsək, baxıram. Məsələn, buradan MK-ya paralel düz xətt çəkdim bu şəkildə. Burada parallelogram alınır. Bu x-dirsə, burada x-dir. Hətta burada x-dir. Bura oldu 120 dərəcə. 120 isə bunun qonşusu bura 60 dərəcədir. O rəngini belə yazın. Bura 60 dərəcədir. İndi 60'dırsa, mən buradan bir dənə hündürlük çəksəm, baxaq görək nə alınır. 60, onda bura olur 30. Bu 90'dır. 90'ın qabağındakı x isə 30'un qabağındakı x bölünsün 2'dir. Bura nə olur onda? X bölünsün 2 vurulsun kök 3 olmuş olur. AB 3x ise burada 3x'tir. O zaman burada alınan bu 3 bucaqdan Pisagor terimini tətbiq edib yaza bilərik. Çünki bura 2 kök 13 ise burada 2 kök 13'dür. O zaman nə eləyir? 2 kök 13'ün kvadratı bərabərdir. 3x, bu da x bölünsün 2. Yəni 3x plus x bölünsün 2 katetinin kvadratı. Bir de bu katet. Bu katette x kök 3 bölünsün 2'dir. Bunun kvadratı. Buradan biz x'i tapa bilərik artıq. Tapıram. 4 vurulsun 13 bərabərdir. Bu nə eləyir? 2'də 3, 6, 7. 4'də 49x kvadratı plus 4'də 3x kvadratı. Bu da eləyəcək nə? 52 bərabərdir. 49'dan 3'ü də topladıq. 52x kvadratı bölünsün 4. Bunlar ixtisar getdi. X kvadratı bərabərdir 4'ə. X bərabərdir 2'yə. X 2'dirsə, o zaman bura 3x olduğuna görə 3 vurulsun 2 elədi 6. Perimetri nə eləyəcək? 6'na 4'ə vurduq. 24 olmuş olacaq perimetri. Yaxşı, davam edək o zaman. Digər suala baxaq. Digər sual, 25-ci sual. Kvadratdır. Y nöqtəsi AC diagonalı üzərindədir. Y nöqtəsi AC diagonalı üzərindədir. Bunlar perpendikulyardır. Bu da 90'dır. Burada 90'dır hətta. DC tərəfi 16'dırsa YP bərabərdir 3YK. Bura x-dirsə, bura 3x-dir. Onda YK'nın x'i soruşur. Bilirik ki, bura 45 dərəcədir, diagonal olduğuna görə. Və 90'dırsa, bura da 45'dir. O zaman, bura da 45'dir. Bura da 45'dir. Bu x-dirsə, bura x-dir. Bu 3x-dirsə, bura 3x-dir. Çünki bərabər yanı düz bucağı, üst bucağı əmələ gəldi. Onda bura eləyir 4x. Bərabər də 16 olduğuna görə x bərabər olacaq 4'ə. Elə x, y kaydı 4 olmuş olur. 26-cı suala baxaq.
Eyni tip sualdır, görürsünüz. Baxaq nə deyir bu səfər. BC 12-dir. MY bərabərdir 3MN. Bura x-dirsə, bura 3x-dir. Eyni qayda ilə 3x buradır, x də buradır. 4x bərabərdir 12, x eləyəcək 3. Sonra 27-ci sual. OCD. Bura 60 dərəcə verilib. Bu 60-dırsa, burada 60-dır, burada 60-dır avtomatik. Olur, bərabər tərəfli 3 buzaq. OY uzunluğu 4-dür. Bizdən AC-ni soruşur. AC tərəf, diaqonalı soruşur. Bura 4-dürsə, görürsünüz, bərabər tərəfli 3 buzaqdır. Eyni şey buna da aiddir. Burada da bərabər tərəfli 3 buzaqdır. Bərabər tərəfli 3 buzaqda çəkilən hündürlük həm median, həm tənböləndir. Bu 4-dürsə, burada 4-dür. Onda bu olur 8, OC də olur 8 və AC bərabər olur 16-ya. Sonra 28 də eyni tip sualdır. Bu səfər AB-ni 6 verib. Bura 60-dırsa, bu da 60-dır, bu da 60-dır. Eyni şəkildə burada 60-dır, bu da 60-dır, bu da 60-dır. Bizdən OY-ni istəyir, buranı istəyir. 6-dırsa, burada 6-dır, bu da ümumilikdə 6-dır. Onda 3-3 bölünür. Çünki həm hündürlük, həm median, həm tənböləndir. Bərabər tərəfli 3 buzaqda çəkilən hündürlük. Olur 3. OY-nin uzunluğu olacaq 3. Sonra 29. İki təpəsi tərəfi 9 olan kvadratın diaqonalı üzərində, o biri təpələri isə həmin kvadratın tərəfləri üzərində olan yerləşən, yəni kvadratın diaqonalını tapın. Tapaq. Yer açaq burada bir dənə. Çəkim. Sonra bir kvadrat, hətta 2 dənə kvadrat olacaq. Bir dənə də belə bir kvadrat çəkim qalsın burada. Diaqonalı çəkirəm. İndi deyir ki, bu kvadratın 2 dənə təpə nöqtəsi bu verilən kvadratın diaqonalı üzərində yerləşir. Yəni, bir dəqiqə. Bax, bu şəkildə bir şeydir. İndi bunu biraz kiçildəcəm ki, digər 2 təpə nöqtəsi də kvadratın tərəfi üzərində olacaq. Təxminən belə bir şey. Aha. 2 təpə nöqtəsi burada yerləşir, 2 təpə nöqtəsi də kvadratın tərəfləri üzərində yerləşir. İndi bunu yazdıqdan sonra, indi nə deyir? Kvadratın tərəfi 9-dur. Verilən kvadratın tərəfi 9-dur. Bizdən bunun diaqonalını istəyir. 9-dursa diaqonalı eləyir 9 kök 2. O zaman bura 45, bura da 45-dir. Çünki 90 dərəcə baxı bura, kvadratdır bu da. Bura da 45-dir. Bura 90-dır. Bu da 45-dir. Onda bura nə olur? Bunlar ikisi bir-birinə bərabərdir. Hətta buna da bərabərdir. Çünki kvadratın tərəfi olduğuna görə. Bu da bərabər olduğuna görə bərabərdir üçü də bir-birinə. Bunu böldük 3-ə. 3 kök 2 oldu. Bura 3 kök altda 2, 3 kök altda 2, 3 kök altda 2. İndi tərəfi 3 kök altda 2 olan kvadratın diaqonalı lazımdır bizə. 3 kök altda 2-ni təzədən kök altda 2-yə vururuq. Bu da eləyir 6. Bizdən bunu soruşur. Davam edirik. 30. İki təpə nöqtəsi tərəfi 12 olan kvadratın diaqonalı üzərində o birisi isə eyni şeydir. 12 olacaqsa 12 kök 2. Sonra bölürük 3-ə. 4 kök 2, 4 kök 2, 4 kök 2. Sonra 4 kök 2-ni də kök 2-yə vururuq. Eləcək 8. Şifayı tapdıq. 31-ci sual. Rombdur. Rombun tərəfi 4 kök 6 bölünsün 3-dür. BAD bucağı 60 dərəcədir. KCD bura 15 dərəcədir. Bizdən CK-nı istəyir. Buranı istəyir. Bura 60 olduğuna görə bu olur 120. Mən bunu belə uzatsam, buradan da bir dənə hündürlük çəksəm, 120 isə bura olacaq 60. Çünki bura 120-dir axı. Bu 90-dırsa bura avtomatik olur 30. Bu 30, bu 15 oldu 45. 45-dirsə, indi bura 4 kök 6 bölünsün 3-dür tərəfi. Tərəfi 4 kök 6 bölünsün 3-dürsə, rombun hündürlüyünü necə tapa bilərik? Rombun hündürlüyünü, baxın, burada bir dənə belə bir şey çəkim, sonra orada davam edərik. Bura 4 kök altında 6 bölünsün 3-dür. Burada 60-dır. Buradan bir dənə hündürlük çəksəm, bura 60, bura 90, bura olur 30. İndi 90-ın qabağındakı 4 kök 6 bölünsün 3-dür, 30-un qabağındakı bunun yarısıdır. 2 kök 6 bölünsün 3-dür. Bəs 60-ın qarşısındakı nədir? 60-ın qarşısındakı bunun kök 3 missidir. 2 kök 6 vurulsun kök 3 bölünsün 3. Bu da 3 kök 2'dir. 3'dən ixtisar gedəcək. Yəni 2 vurulsun 3 kök 2 bölünsün 3. Qalacaq 2 kök altda 2.
Bura oldu 2 kök altda 2. İndi bu 2 kök altda 2-dirsə, görürsünüz burada bir dənə bərabər yanlı düzbucaqlı üçbucaq əmələ gəldi. Çünki bura 45-dir axı. Bura da 45-dir avtomatik. Bura 90. Bura indi 2 kök 2. Bu da 2 kök 2 olanda hipotenuz nə olur? 2 kök 2-nin kök 2 misli. Vurusun kök 2 edəcək 4. X olur 4. 32-ci sual. Eyni məntiqdir. Eyni. Sadəcə rəqəmlər fərqlidir. Yazarsınız. 33 əslində görürsünüz, burada 24 var idi. Onunla eynidir. Yazım onu da yaxşı. Burada nə edirik? Burada nə edirik biraz əvvəl? Baxın. Buradan bir dənə paralel xətt çəkdik MK-ya. Gəlib düşdü bura. Bura x-dir, bura 2x-dir, bura x-dir. İndi bu x olduğuna görə bu da x-dir, bu da x-dir. Sonra bura 3 kök altda 13-dür. Buradan bir dənə hündürlük çəkdik. Bu bucaq 120-dir deyə, bu 60-dır, qonşusu 30-dur. Qonşusu 30-dursa, gəlin böyük götürün bunu. Tamam, böyük götürün, orada göstərim. Bunu təmizləyim üstünü. Olursa kimi çəkim. Dedim, bəlkə burada üstünə yaza bilərik. Gördüm ki, alınmadı. Buradan bir daha çəkirəm. Aha. Bunu uzatdıq. Biraz əvvəlki sualın verilənləri yadımda qalıb deyə deyirəm. Bu x-dir, bura 2x-dir. Eyni şəkildə bura x-dir, bura 2x-dir. İndi bu x olduğuna görə bu da x-dir, bu da x-dir. Bura 3 kök altda 13-dür. Romb olduğuna görə bura 3x-dir. Ondan sonra bu 120-dirsə bu da 120-dir. Mən burada nə etdim? Buradan bir dənə hündürlük çəkdim. Bunu da belə birləşdirdik. Və bura yazdıq 60 dərəcə. Bu 60-dırsa bura olur 30. Bura 30-dursa, indi 60-ın qabağında, 90-ın qabağındakı x-dirsə, x buradadır. Ha, bu x buradadır. 30-un qabağındakı x bölünsün 2 eləyir. Bura olur x bölünsün 2 kök 3 olur. İndi Pifaqor teoremi tətbiq elədik. 3 kök altda 13-ün kvadratı bərabərdir. 3x və x plus 2. 3x və x bölünsün 2-nin kvadratı. Burada bura x kök 3 bölünsün 2-nin kvadratına bərabərdir. Yəni 9 vurulsun 13 bərabərdir. Bu eləyir 4-də 7. Yəni daha doğrusu 2-də 7. 4-də 49x kvadratı. 4-də 3x kvadratı. İndi nə olur? 9 vurulsun 13 bərabərdir. 4-də 52x kvadratı. 52 ilə 13-ü ixtisar elədim. Burada qaldı 4. 4 ilə də 4 ixtisar getdi. X kvadratı bərabərdir 9-a. X bərabərdir 3-ə. X 3-dürsə, onda bura 3x-dir. Bu eləyir 9. Perimetri bizdən istəyir. 4 vurulsun 9, bu da 36. Sonra davam eləyək. 34-cü sual. Nə verib, nə soruşur? MC 3,2-dir. BM 2,4-dür. Düzbucaqlının perimetrini istəyir. Birincisi, Pifaqor teoremindən buranı tapa bilərik. Tapaq. Bura bir A desəm. A kvadratı bərabərdir 2,4-ün kvadratı plus 3,2-nin kvadratı. Bu da bərabərdir. Bunu kəsrlə yazsaq daha yaxşı olar. 2,4 neçə eləyir? Demək, 10-da 24, o da 5-də 12 kvadratı plus 10-da 32, 5-də 16 kvadratı. Yəni, 25-də 144 ilə 25-də 256. Bu da 25-də 400 eləyir. Yəni, A kvadratı bərabərdir. 20 bölünsün 5 eləyəcək 4. A kvadratı 4-dürsə, A bərabərdir. Daha doğrusu, A yox, A kvadratı yox, A bərabərdir 4-də. A oldu 4. Yəni, bura 4. İndi qaldı buranı tapmaq. Buranı tapmaqdan ötürü də ya hündürlüyün düsturundan H kvadratı bərabərdir M-in düsturu var. Çünki bu da perpendikulyardır axı. Buradan tapa bilərik. Və ya 1 bölünsün H kvadratı bərabərdir 1 bölü A kvadratı plus 1 bölü B kvadratı. Oradan tapa bilərik. Tapıram. Elə onunla yazıram. 1 bölünsün H kvadratı bərabərdir 1 bölünsün A kvadratı və 1 bölünsün B kvadratı düsturu var. Buradan da hesablaya bilərik. Yəni, 1 bölünsün H. H-ımız nə idi? Burada 5-də 12 yazmışdım. 5-də 12-nin kvadratı bərabərdir 1 bölünsün 4-ün kvadratı, 1 bölünsün B kvadratına. Burada nə olur? 144-də 25 tərs çevrilir. Bərabərdir 16-da 1 ilə B kvadratında 1-ə. İndi çıxaq. 1 bölünsün B kvadratı bərabərdir.
144'də 25 çıxılsın 1 bölək 16. İndi bu da bərabərdir 144'də böləndə 9 eləyir. Surətə vurduq. 25'dən 9 çıxdıq 16. Onda 1 bölünsün B bərabərdir. Buradan 4, buradan da 12 çıxır. Yəni 3'də 1. B də oldu 3. B də oldu 3. Perimetr bərabərdir. 3 plus 4 vurulsun 2, 14. Bəlkə də daha qısa yolu var. İndi bu ağlıma gəldi, belə yazdım. Digərdə eyni qayda ilə yazacaqsınız. Daha mən yazmıram onu. 36-cı sual. Rombun diaqonalların kəsişmə nöqtəsini çəkirik. Rombun diaqonalların kəsişmə nöqtəsinin romb diaqonalları rombu çəkdik. Diaqonalları çəkək indi. Rombun diaqonalları bilirik ki, perpendikulyardır. Burada 90'dır. Buradan bir dənə hündürlük çəkdik. Deyir ki, tərəfini 3-4 nisbətində bölür. 3K, 4K olmuş olur. Kiçik diaqonalı 28 kök 3-sə, yarısı 14 kök 3, 14 kök 3. Çünki kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür diaqonallar. İndi biz buradan tapmalıyıq böyük diaqonal. Yəni, bunu tapsaq bəs eləyir də. Bunun üçün neyiniyə? Bura H deyək. Düzbucaqlı üçbucaqda bilirik ki, H kvadratı bərabərdir, M-in düsturu var. Bura M, bura N desək. O zaman H kvadratı bərabərdir, 3K vurulsun 4K eləyir, 12K kvadratı. Yəni, H bərabərdir, 12, 2 kök 3 eləyir. K-dı kvadratından da K çıxacaq bu şəkildə. Eləyir 2 kök 3K. İndi bu da 90'dır. Buradan Pifagor terimini tətbiq eləyib K-nı tapaq. Yəni, 2 kök 3K kvadratı plus 4K kvadratı bərabərdir 14 kök 3'ün kvadratı. İndi burada nə eləyir? 4, 3, 12K kvadratı plus 16K kvadratı bərabərdir 196 vurulsun 3. Bu da 28K kvadratı bərabərdir 196 vurulsun 3. 196'ın 28'i xüsərlədi 7. K kvadratı bərabərdir 21'ə. Bunu saxlayaq burada. İndi buradan da Pifagor terimi bir dəfə də buna görə yazaq. Bura məsələn mən yazıram, nə olsun? X olsun. X kvadratı bərabərdir 3K kvadratı və H kvadratı. Yəni 9K kvadratı ilə 12K kvadratının cəminə. Yəni X kvadratı bərabərdir 21K kvadratı. K kvadratı 21'dir. Olur 21'in kvadratı. Onda X nəyə bərabərdir? 21'ə bərabərdir. Bura 21'dirsə, bu da 21'dir. Onda böyük diaqonal eləyir 42. Digər suala keçdik. 37. Rombun diaqonallarının kəsişmə nöqtəsindən onun tərəfinə çəkilən perpendikular həmin tərəfə 4-5 nisbətində eyni sualdır da. Burada sadəcə 3-4 idi, sonra diaqonal 28 kök 3 idi. Burada 4-5-dir, diaqonal 35-36 kök 5-dir. Eyni sualdır. Yazarsınız. Da mən yazmıram onu. Eyni yolla gedəcəksiniz. 38-ci sual. Bunu gəlin götürün, kənarda bir yerdə yazın. Rahat bir yerdə. Daha rahat görək. Biraz daha böyüdüm. İndi nə verib bizdən, nə soruşur? Aha, ADM bucağı ilə MDC bucağı bərabərsə 45-45. Aha, çünki 90'dır. Ondan sonra bu perpendikulyardır. AK 6'dır. MD 11 kök altda 2'dir. Bizdən BK-nı soruşur. Bunu mən belə uzatsam, əslində bu diaqonal olmuş olur. Çünki bu diaqonal daxil, diaqonal bucağın tən bölənədir. İndi bura olur 45. Bura 90'dırsa, bura da olur 45. İndi mən bura x desəm, bu da x olur. Onda bura olur x kök altda 2. Bərabər yanında düzbucaqlı bucağın hipotenuzu. Onda kvadratın tərəfi olur bura. 6 plus x kök altda 2. Və bilirik ki, kvadratın tərəfinin kökçü misli, kökçünü biz 6 plus x kökçüyə vuranda bizə diaqonalı verir. Diaqonal nə qədərdir? X plus 11 kök altda 2'yə bərabərdir. Vur basaq indi bunu. 6 kökçü plus x kökçünü kökçüyə vuranda 2x eləyəcək. Bərabərdir x plus 11 kök altda 2. X-lər bir tərəfə, ədədlər digər tərəfə. 11 kökçü çıxılsın 6 kökçü. Yəni x bərabərdir 5 kök altda 2. X 5 kök altda 2 isə bizə BK lazımdır da bura. Bu. X vurulsun kök altda 2, yəni 5 kök altda 2 vurulsun kök altda 2. Bu da eləyəcək 10. BK oldu 10.
Sonra 39-cu sual. Eyni sualdır. Heç bir fərqi yoxdur. Yazacaqsınız. 40-cı sual. Bunu da götürək. Biraz daha geniş bir yerdə rahat yazaq. Yəni, nə olur, nə verib, nə soruşur. Baxalım bir. Demək, deyir ki, B'yi bərabərdir DF-ə, o da bərabərdir 4-ə. Bu 4-dürsə, bu da 4-dür. Sonra C-yi 2-dir. Onda kvadratın tərəfi 6-dırsa, burada 2-dir. Və bu diagonaldır. Diagonaldırsa, bu bucaqlar bərabərdir, bu bucaqlar bərabərdir. Yəni, bu demək ki, diagonalların kesişmə nöqtəsidir əslində. İndi, diagonalların kesişmə nöqtəsidirsə, kongruent üst bucaqlar əmələ gəlir. Yəni, çünki bucaqların üçü də bərabərdir. Hətta oxşarlıqdan keçib birbaşa kongruentliyə. Bax, bu tərəf və ona bir 2 bucaq. Uyğun olaraq, yəni, belə göstərim. Bura 45-dir, bura bir də alfa desək. Bu alfadırsa, burada alfadır. Bu 45 dərəcədir. Bir tərəf ona bir 2 bucaq, digər tərəf ona bir 2 bucağa bərabərsə, bu üç bucaqlar kongruentdir. Bunlar bərabərdir. Demək ki, bu orta nöqtədir. Orta nöqtədirsə, diagonalların kesişmə nöqtəsidir. Tərəfi 6-dırsa, diagonalı olur 6 kök 2, yarısı eləyir 3 kök altda 2. Bura kimi aydındır. İndi mən buranı bir silirəm. Buradan bir dənə belə bir perpendikulyar düz xətt çəksəm. Görürsünüz, bu 45-dirsə, bu da 45-dir. Onda bura olur 90. Diagonalı, yəni diagonal dediyim, hipotenuzu 2 olan, bərabər yanlı düz bucaqlı 3 bucağın katetləri nə olur? Kök 2 olur. Niyə? Çünki katet kök 2-dirsə, bunun kök 2 missidir. Kök 2-ni kök 2 vuranda 2 edir. Demək, bura kök 2-dir. Bura kök 2-dirsə, bura da kök altda 2-dir. Onda bunun hamısı 3 kök 2 idisə, kök 2 buradadırsa, 2 kök 2 qalır burada. İndi bu bucağın tangensini yazaq. Tangens alfa bərabərdir. Qarşı katet bölünsün bitişik katet. Yəni kök 2 bölünsün 2 kök 2. O da bərabərdir 2-də 1-ə. Belə. Davam edirik. 41. Uyğunluq sualıdır. Deyir ki, uyğunluğu təyin edin, müəyyən edin. Parallelogram düzbucaqlı kvadrat. Həm daxilini, həm də xaricini çevrə çəkmək olar, bu kvadrata aiddir. Simmetriya oxu yoxdur, bu parallelograma aiddir. Paralleloqramın heç bir simmetriya oxu yoxdur, simmetriya mərkəzi var. İki simmetriya oxu var, bu düzbucaqlıdadır. Diagonalları perpendikulyardır, kvadratdadır. Yalnız xaricini çevrə çəkmək olar, bu da düzbucaqlıya aiddir. Paralleloqramın nə xaricini, nə daxilini çevrə çəkmək olmur. Keçdik digər suala. 42. Kvadratların diagonalları uzunluğu 6 kökən AB xətti üzərindədir, parsası üzərindədir. Hər üç kvadratın perimetrləri cəmini tapın. Tapaq. Bura A desəm, bura da A olur, bu da A olur, bu da A olur. Bura B desəm, B, B, B olacaq. C desəm, C, C, C olacaq. Onda bura olur A kök 2, bura olur B kök 2, bura da olur C kök 2. Və bu üçünün cəmi 6 kök 2-dir. Yəni, A kök 2, B kök 2, C kök 2 bərabərdir 6 kök 2. Kök 2-ni çıxartdıq mötərizə xaricinə. A, B, C-nin cəmi 6 kök 2-dirsə, kök 2-ləri ixtisar eləyəndə qalır A, B, C-nin cəmi 6. İndi A, B, C-nin cəmi 6-dırsa, perimetrləri cəmi 4A, 4B, 4C-ni soruşur. 6-na 4-ə vurduq, 24 olmuş olur. Cavab 24. Sonra digər sual 43. Deyir ki, ABC-də düzbucaqlısında bucaq BAO 60-dır. 60-sa burada 60-dır, burada 60-dır. Sonra DF 5-dirsə, BD-ni tapın. BD diagonalı soruşur. Tapaq. Normalda burada nə alınır? Bərabər tərəfi 3 bucaq alınır. Bərabər tərəfi 3 bucağın, görürsünüz, hündürlüyü 5-dir. Hündürlüyü bərabər idi bərabər tərəfi 3 bucaqda. A kök 3 bölünsün 2-yə və bu bərabərdir 5-ə. Onda A kök 3 bərabərdir 10-a, A bərabərdir 10 bölünsün kök 3. A dediyimiz nədir? Bu diagonalın bir yarısı. Bunu da 2-yə vururuq. 20 bölünsün kök 3 və ya 20 kök 3 bölünsün 3 də yaza bilərik. Sonra 44. Kvadratların perimetrləri cəmi 24-dür. Birinci və dördüncü kvadratların perimetrləri cəmi ikinci və üçüncü kvadratların perimetri cəminə bərabərdir. İndi belə deyək. Bura A deyək, bura B deyək, C deyək, D deyək. 4A plus 4B plus 4C plus 4D bərabərdir 24. Yəni, A, B, C, D-nin cəmi bərabərdir 6-ya. İndi nə deyir? Birinci və dördüncü kvadratın perimetrləri cəmi 1 və 4. Yəni, 4A plus 4D
İkinci və üçüncü kvadratın perimetrlərinə bərabərdir. 4b plus 4c-yə bərabərdir. Yəni a plus d əslində b plus c-yə bərabərdir. İkinci və üçüncü kvadratın diagonalları cəmini tapın. İkinci və üçüncünün diagonalları cəmi hər kvadrat üçün bir diagonal. Yəni b kök altda 2 ilə c kök altda 2-nin cəmin bizdən istəyir. İndi bax burada bunlar bir-birinə bərabərdir. Axı AD ilə BC. Onda AD-nin yerinə elə BC yazsaq, B plus C, bir dənə də B plus C olur. Olur 2B plus C bərabər də 6-dırsa, B plus C bərabər olur 3-ə. Bizdən bunu soruşduğuna görə, kök altda 2-ni mötərizə xaricinə çıxarsam, B plus C, 3-ə də vurduq kök altda 2-ni, 3 kök altda 2 eləyəcək. 45. Götürək bunu geniş bir yerdə rahat-rahat yazaq. Götürdüm. İndi nə deyir? Deyir ki, perimetri 12 olan ABCD düzbucaqlısı KF parçası ilə iki kongruent düzbucaqlıya ayrılır. 90'dır və yarıya bölür buranı. ABF-in orta xətti MN. Aha, bu orta xəttsə çəksək bunu ümumiyyətlə tərəfi yarıya bölür. BF ilə FC-nin cəmi, bunlar bir-birinə bərabərdir. Çünki kongruent düzbucaqlı olduğuna görə bu iki dənəsi diagonalları bərabərdir. 6-dır. 6-dırsa orta xətt olduğuna görə bölür yarıya. 3, 3. Daha doğrusu bu ikisinin cəmi 6-dır. Onda bunlar 3, 3 olur. Onda olur 1,5, 1,5. Bura 1,5, bu da 1,5. Eyni şəkildə 1,5, 1,5. Bizdə nə istəyir? MN-in uzunluğunu istəyir. Tapaq. Burada 1,5. Yəni bu 3-dür. Qısacası bura 3-dür. Bura A desək, bura olur 2A. Yəni bu şəkildə olacaq. Hələ ki adlandırmıram. İndi bizdən verilənlərə bir baxaq. Perimetri 12-dir. Perimetri, bura A deyək, burada ümumilikdə bir B desək, onda olur A plus B bərabərdir 6-ya. Bu 1. Sonra dedik ki bu 1,5'dir, bu da 1,5. Yəni bura ümumilikdə 3'dür. Bura biz B bölünsün 2, buna da A bölünsün 2. Bir de A olarak qalsın. A bölünsün 2 yox, A olarak qalsın. Bura B bölünsün 2, burada A olarak qalsın. Bu düzbucaqlı üçbucaqda Pifagor terimini tətbiq edək. A kvadratı plus B kvadratı bölünsün 4 bərabərdir. Bu ümumilikdə 3'dür. 3'ün kvadratına. Yəni 4'ə vururuq hər tərəfi. 4A kvadratı plus B kvadratı bərabərdir. 9'u 4'ə vurduq 36'ya. Və A plus B bərabərdir 6 həm də. Buradan məsələn B-ni əvəz edib gətirib yerinə yazsaq 6 minusa yerinə yazıram. 4A kvadratı plus 6 minus A-nın kvadratı bərabərdir 36. Buradan taparıq. 4A kvadratı plus 36 minus 12A plus A kvadratı bərabərdir 36. Yəni 5A kvadratı minus 12A, bunlar da islah olur, bərabər 12A. Bərabərdir 0-a. A-nı çıxartdıq mötərizə xaricinə. 5A çıxılsın 12 bərabərdir 0-a. A 0-dır ya da 5A çıxılsın 12 0-dır. A eləyir 2,4. Bizdən haranı soruşurdu? MN-i soruşur. Bura 2,4'dür. Bura 3'dür. İndi biz buranı tapmalıyıq. Tapaq. Bunun üçün də nə edirik? Buradan yerinə yaza bilərik. B-ni tapaq. B bərabərdir 6 minus A-ya. Yəni 6 çıxılsın 2,4'ə. O da eləyir 3,6. Bura 3,6'dırsa ümumilikdə bu yarısı eləyir 1,8. Onun da yarısı burada MN-dir 0,9. Cavab 0,9. Növbəti sual 46-cı sual. Bunu da götürək. Sərbəst bir şəkildə bu tərəfdə yazaq. Yenə görək nə verib, nə soruşur. Aha. Tərəfi 12 cm olan romb var. İti bucağı 60 dərəcədir. Onda bura olur 30 dərəcə. B kör bucaq təpəsindən BM və BN hündürlükləri çəkir. Bunlar bir-birinə bərabərdir. Rombun kiçik diagonalının bunun
BMN üçbucağı daxilində qalan hissəsi. Elə təsəvvür edin ki, bu üçbucağın hündürlüyünü soruşur da bizdən bax bu. Çünki bərabər yanlıdır, bu təm böləndir, həm də perpendikulyar olmuş olur. İndi tapaq, çətin deyil. Necə tapırıq? Demək ki, bura 120 dərəcədir. 120 isə bura 30-30 olaraq bölünür. Aha. Onda bura olur 60. Bu da olur 60, çünki ikisi bir də 90 daxil. 60-60-dırsa, avtomatik burada 60-dır. Və nə alınır burada? Bərabər tərəfi üçbucaq alınır. Bərabər tərəfi üçbucağın hündürlüyü lazımdır bizə. İndi bərabər tərəfi üçbucağın tərəfini tapa bilirik. Çünki 90-ın qabağındakı 12-dirsə, 30-un qabağındakı 6-dır. 6-dırsa, 60-ın qabağındakı 6 kök 3-dür. Tərəfi 6 kök 3 olan bərabər tərəfi üçbucağın hündürlüyü lazımdır bizə. A kök 3 bölünsün 2. Yerinə yazaq. 6 kök 3 vurulsun kök 3 bölünsün 2. 3, 3'ü də 3'ə vurduq 9. Cavab edir 9.